Salam əziz şagirdlər. Bu günləri mən sizlərlə 5 buraxılış tipli maraqlı suala baxacağam. Başlayaq birinci sualdan. Sual həndəsə nəsr anlayışları mövzusuna aiddir və Türk kitablarından götürmüşəm bu sualları. Deməli, dərəcələr verilib bizdə. Zaten burada da yazılıb, üstündə də yazılıb. Yuxarıda verilənlərə görə BYF bucağının dərəcə ölçüsünü tap. Bu tip suallarda ən yaxşı üsul uzatmalarla həll etməkdir. Gəlin bu paralel xətləri uzadaq. Bax, bunu axıra kimi uzadıram. Bunu da uzadıram. Hələ ki, bu ikisini uzadaq. İndi baxın, bura 125 dərəcədirsə, bunun qonşusu olacaq. Qonşu bucaqların cəmi 180 olduğuna görə qonşu bucaq olacaq, deməli, 55 dərəcə. Bu belə. Burada bir üç bucaq var. Bax, bu üç bucaqdan danışıram. Üç bucağın da daxili bucaqların cəmi 180 dərəcədir deyənə 55 və 15 toplayıram, eləyir 70 dərəcə. 180-dan 70 çıxıram, eləyir 110 dərəcə. Demək, bu bucaq 110 dərəcədir. İndi yazmıram çünki balaca deyir. 110 dərəcə. Bu 110-dursa bunun qarşı bucağı, yəni burada 110-dur. Bax, bura 110-cu yaza bilərəm. Yazdım 110 dərəcə. Sonra nə edirəm? Sonra belə bir şey edəcəm. Deməli, baxın, bura 150-dirsə, biz görürük axı bunlar buna paraleldir. Paralel xətlər varsa əgər, onda bir tərəfli bucaqların cəmi 180-dir. Yəni, bura 150-dirsə, bunun eyni tərəfində də bu bucaq var da. Bura olacaq 180 çıx 150, yəni 30 dərəcə. Buranı da bilmirəm, bir dənə x deyirəm. Bizdən B'yi F istəyir də, elə x istəyir. Biz x-i tapmağa çalışacağıq. Sonra nə edirəm? Deməli, gəlin, buranı da bir dənə uzadaq, belə axıra kimi uzatdım. Bir də burada nəyi görürəm mən? Görürəm ki, burada Z hərfi var, yəni paralel xətlər var. Bax, göstərim onda. Bu tünd rəngdəyim. Bax, bir budur, bir də budur. Burada Z hərfi var, yəni çarpaz bucaqlar var. Yəni, bura 30 dərəcədirsə, burada 30 dərəcə olacaq. 30 dərəcəni yazdım bura. Sonra, bu 110-u paralel sürüşdürürəm, bax, bura. 110 olur bu da. Paralel sürüşdürürəm, çünki eyni adlı bucaqlardır. Burada bax, belə bir rənglədiyim üç bucağı görürsünüz də, bu üç bucaq yarandı. Bu üç bucaqda da daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə 110 üstə gəl 30 üstə gəl x bərabərdir 180 tənliyindən x-in 40 dərəcə olduğunu tapıram. Yəni C variantı. Keçək ikinci suala. İkinci sual trigonometriya sualıdır və çətin sual deyil. Biz bilirik ki, trigonometriyada pi hərfi 180 dərəcəni ifadə edir. Burada yazıb ki, 7 pi böl 6. Həm funksiyaya aid bir sualdır, həm trigonometriyaya aid bir sualdır. Biz də bax, bu dərəcəni aparacağıq, x-ların yerinə qoyacağıq. Bütün x-lara qoyacağıq. Onda birinci gəl çevirmələr eləyək. 180 yazaq pi-nin yerinə, onda 7 vur pi, yəni 7 vur 180 böl 6-ya görə ixtisar aparsaq, deməli, bu olacaq 210 dərəcə. Aparıb 210 dərəcəni buradakı x-ların yerinə yazacağım. Onda nə olacaq? Deməli, bunları silək. 210 dərəcəni aparaq qoyaq yerinə. Olacaq sinus 4 vur 210 dərəcə üstə gəl kosinus 2 vur 210 dərəcə. O da eləcək sinus 4 dəfə 210 840 dərəcə üstə gəl kosinus 2 dəfə 210 eləcək 420 dərəcə. Baxın, bucaqlar 360-ı keçdi. Biz də bilirik ki, trigonometriya vahid çevrə üzərində baş verir. Çevrə də maksimum 360 dərəcə ola bilər. Əgər dərəcələri 360-dan böyük tapsaz, 360-a bölün, qalığı tapın. 840-ı 360-a bölsək, qalıq eləyəcək deməli 120 dərəcə, yəni yazıram buradan sinus 120 dərəcə, kosinus 420. 420 360-a bölsək, qalıq eləyəcək 60 dərəcə. Ona görə yazıram kosinus 60 dərəcə. Bu da cədvəldən məlumdur ki, sinus 120 dərəcə kök 3 böl 2-yə bərabərdir. Onu çevirmə düsturundan tapa bilərik. Üstə gəl kosinus 60 dərəcə isə 2-də 1-ə bərabərdir. Bunları da ortağında xırc eləsək, kök 3 üstə gəl 1 böl 2. Yəni B variantı olur. Keçək növbəti suala. Bu da maraqlı bir üç bucaq sualıdır. Elə suallar seçmişəm ki, orada həm üç bucağın qaydaları var, çoxlu. Hamısı da buraxılışa düşür. Həm də üç bucağın özünə məxsus belə deyim də Pifagoru, nə bilim, bərabər yanlış bucağın xüsusiyyətləri falan hamısı var da. Burada fikir verirsə, burada bərabərliyi verir. BD-nin DC-yə bərabər olduğunu verib. Nə edəcəm mən burada? İlk ağla gələn. Baxın, bir də yazıb ki, AB.
AC bərabərdir. AB AC-yə bərabərdirsə bu üçbucaq bərabər yanlıdır. Bərabər yanlıdır. Mən bir dənə median indirsəm, bu mediandır. Hardan bilirəm? Çünki bu tərəfin bu tərəfə bərabər olduğunu verir. Median indirsəm, o median həm də hündürlük, həm də tən böləndir. Onda mən bura həm də 90 dərəcə yaza bilərəm. İndi baxın, burada bir x yazıram. Baxın, burada bir düzbucaqlı üçbucaq yarandı. Bu üçbucaqdan danışıram. Düzbucaqlı üçbucaqda da düz bucaq təpəsindən hipotenuza çəkilən hündürlük Evklid düsturuna əmələ gətirir. Evklid necə idi? Həmin hündürlüyün kvadratı, yəni 4-ün kvadratı, bax, bu hissələr var ya, proyeksiyalar. Bunların hasilinə bərabərdir. Yəni 2 vur x-a. Buradan x bərabər olacaq 8-ə. Deməli, bura oldu 8. Onda cəmi oldu 10. Əgər bura 10-dursa, deməli, burada 10-dur. Çünki bərabər yanlıydı. Cavab 10, C variantı. Növbəti sual çevrəyə aid bir sualdır. Baxın, daxili bucaqları verib. Belə bir sual keçən il, yoxsa ondan əvvəlki düşmüşdü imtahana. Ona görə mən də ona uyğun bir sual seçmişəm. Daxili bucaq 30 dərəcədirsə, onun söykənliyi bu qövs, onun 2 qatıdır, 60 dərəcədir. Biz bilirik ki, daxili bucaq söykənli qövsün yarısıdır. Onda burada 60 dərəcədir, çünki bu da 30 dərəcəyə söykənir. Bu isə 16-dırsa, bunda söykənli qövs burada. Burada olacaq 32 dərəcə. İndi x-i tapmaq üçün biz bilirik ki, kəsənlərin çöldə əmələ gətirdiyi bucağı tapmaq üçün onun söykənli qövsləri çıxıb 2-yə bölürük. Bu x bucaqda bir söykənib, baxın, bu DS qövsünə, yəni bura. Bir də söykənib BY qövsünə. Və mən DS qövsünün 60-60, yəni 120 olduğunu görürəm. Onda mən 120-dən çıxıram, 32-ni bölürəm 2-yə düstura görə. O da eləyəcək, deməli, 88 bölü 2, yəni 44 dərəcə Y variantı. Və nəhayət sonuncu və ən maraqlı sual dörd bucağa aid bir sualdır. Dikdörtgen dörd bucağı deməkdir və bu mənası odur ki, yəni bu DY ilə AF G nöqtəsində kəsişib və bunların bərabər olduğunu verib bizə. Bizə AY-nin 2 dənə YB olduğunu verib. Yəni demək ki, bura 2x-sə, bura 1x-dir. Alan sahə deməkdir. ABCD düzbucağının sahəsini 60 verib. Bizdən istəyir ADG üçbucağının sahəsini. Çox qəşəng sualdır. Uşaqlar, burada nə edəcəyik? İlk öncə bilməliyik ki, deməli, üçbucaqda, baxın, onu da buradan yazım. Üçbucaqda, tutaq ki də, belə bölünüb, bura məsələn x-dir, tutaq ki, bura 2x-dir tərəflər. Onda bilin ki, bu üçbucağın sahəsi 1s-dir, bu üçbucağın sahəsi 2s-dir. Yəni, üçbucağın tərəfi hansı nisbətdə bölünürsə, üçbucağın sahəsi də o nisbətdə bölünür. Onda mən nə edəcəm? Buradan bir xətt çəkəcəm, buradan bura bir xətt çəkdim. Onda mən bilməliyim ki, bu üçbucağın tərəfi görsünüz 2x-dir. Bu üçbucağın tərəfi 1x-dir. Onda birinci rənglədiyim üçbucağın sahəsi 2s olanda burada 1s olacaq. Yəni 2 dəfə ondan böyük olacaq. Sahə ilə tərəf düz mütənasibdir burada. Bu belə. Bir bunu bilməliyəm. Onda düzbucaqlının sahəsi 60-dırsa, biz bilirik ki, bu diaqonaldır. Diaqonal da sahəni yarıya bölür axı. Onda bu DB bu 60-ı yarı böldü. Yəni 60-ın yarısı bax bura düşür. Yarısı da bura düşür. Yəni 30-30 düşdü. Onda DAB üçbucağının sahəsi 30-dur. O da dedi axı 2-nin 1-ə bölünüb. Yəni 2x-in 1x-ə nisbətisə 2-nin üstünə 1 gələndə 3x eləyir. 30-u da 3-ə böləndə 10 eləyir. Deməli, buranın sahəsi 10-dursa, buranın sahəsi 20-dir. Biz tapdıq ki, DAY-nin sahəsi 20-dir. Bax, bura 20-dir. Bizdən nə istəyir? Bizdən istəyir ki, DAG-ni tapaq. O necə tapacaq? Bir də mən belə eləyəcəm. Baxın, buradan bir dənə belə paralel xətt çəkəcəm. Belə bir paralel xətt çəkdim. Burada oxşarlıq yarandı. Bax, bu üçbucaq ilə bu üçbucaq oxşardır, yəni kongruentdir. Və burada düz ortadan kəsibsə, deməli, burada da düz ortadan kəsəcək. Yəni, bu xətt, bu nöqtə, buranın bura bərabər olduğunu bildirir. Çünki belə bir qayda var da, hər hansısa fiqurun orta tərəfini, o birisi tərəfin orta nöqtə, hər hansısa bir fiqurun tərəfinin orta nöqtəsini digər tərəfin orta nöqtəsinə birləşdirib və üçüncü tərəfə paralel olan xəttə orta xətt deyirlər. Yəni, bu xətt bu tərəfi yarı bölürsə, bu tərəfdə yarı bölür də, belə deyək. İndi nə edəcəyik biz burada? Bunu bir dənə silim. Mən bax, bunu belə çəkdim də, düzdür. Yəni, mən burada bir K nöqtəsi desək,
Mən bu DK-nın KY-yə bərabər olduğunu bildim. Çünki bunlar bərabərdir. O da paralel çəkil. İndi baxın, bura cəmi 3x-dir. Onda burada cəmi 3x-dir. Və burada bir dənə trapesiya var ki, bu trapesiya var ki, bu trapesiya. Bu trapesiyanın orta xətti həmin o KF-dir. Və trapesiyanın da orta xətti tapmaq üçün oturacaqları, yəni bunu toplayıb 2-yə bölmək lazımdır. X ilə 3x toplayıb 2-yə böləndə eləyəcək 2x. Və biz gördük ki, bunlar həm kongruentdir, həm də tərəfləri də bərabərdir. Onda 2x-in 2x atsa, onda deməli, bax, bu hissədə buna bərabər olacaq və yaxud da bu hissədə buna bərabər olacaq. Onda mən belə eləyəcəm. Bura A yazsam, burada A yazacağım. Axı, bayaq biz dedik, bura yarı bölünüm. Onda DK-xı KY-yə bərabərdir. Onda burada 2A yaza bilərəm də rahatçılıqla. İndi nə edirəm? İndi biz burada bu nöqtədən buranı birləşdiririk. Və görürük ki, DAY üçbucağında bu nöqtə birləşdikdə DK ilə KY bərabər çıxdı. Yəni, DAK üçbucağının sahəsi KAY üçbucağının sahəsinə bərabər oldu. Və o üçbucağın da sahəsini bayaqları biz tapmışdıq 20. 20 tapmışdıq. İndi gəlin belə eləyək. Bu üçbucağa baxaq, bu üçbucağı görürsünüzmü? Bu üçbucaqda tərəflərə baxın, biri 2A-dır nisbət olaraq, biri A-dır. Cəmi də 3A var. Cəmi burada 3A var. Və biz 4A-nın, yəni DAY-nin 20 olduğunu bilirik axı. Yəni 4 dənə A-mızın sahəsi 20-dirsə, bizə lazımdır nə? Bura 3A. 3A-nın sahəsi. O da sual yazaq. A-lar ixtisar gedir. Çarpaz vursaq, 20-ni 3-ə vurub 4-ə bölürəm. 20-ni vururam 3-ə bölürəm 4-ə. O da eləyir 15. Yəni C variantı. Biraz çətin sualdır. Həm oxşarlıq bilməlisən, həm üçbucaqda tərəflərin nisbətinə sahənin bölünməsini bilməlisən. Bu qədər. İnşallah ki, aydın oldu suallar. Ən çətin sual axırıncısı idi. Nəyəsə başa düşməsəz, kommentarlarda bildirərsiniz. Videonu bəyənib, like etməyi unutmayın. Sağ olun.